Naxçıvan Dövlət Universitetində geniş miqyaslı beynəlxalq təlim aylığı proqramının açılış tədbiri keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Hüseyev, universitetin rəhbər heyəti, tibb fakültəsinin müəllim və tələbələri, eyni zamanda Acıbadem xəstəxanasının ürək-damar klinikasının qurucusu professor Cem Alhan iştirak ediblər. Universitetin strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli məlumat verərək bildirib ki, proqram çərçivəsində təlimlər 6 fərqli ölkədən Amerika Birləşmiş Ştatları, Yaponiya, İngiltərə, Türkiyə, Hollandiya və Özbəkistandan olan 21 tanınmış ekspert tərəfindən keçiriləcək. BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq təhsil, elm, resurslar, dayanıqlılıq olmaqla 5 əsas sahə üzrə müxtəlif mövzuda təşkil olunacaq təlimlər 3 dildə, Azərbaycan, Türk və İngilis dillərində olacaq. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Hüseyev vurğulayıb ki, aprel ayı Naxçıvan Dövlət Universitetində öncədən elan olunan beynəlxalq təlimlər aylığıdır. Bu proqram iştirakçılara qlobal bilik və təcrübə mübadiləsi imkanı yaradacaq. Hər təlim müasir metodlar əsasında təşkil olunacaq və interaktiv müzakirələr, praktiki çalışmalar, eləcə də qrup işləri ilə zənginləşdiriləcək. Daha sonra Acıbadem xəstəxanasının ürək-damar klinikasının qurucusu professor Cem Alhan çıxış edərək tədbir iştirakçılarını salamlayıb və dəvət üçün təşəkkürünü bildirib. Robotik ürək cərrahiyyəsi əməliyyatlarında dünya əhəmiyyətli ilklərə imza atan professor qeyd edib ki, o, Türkiyədə ilk dəfə bu üsulla ürək qapağı dəyişmə əməliyyatını edib. Həmçinin dünya tibb tarixində robotik üsulla ürəkdə eyni anda 5 fərqli əməliyyat həyata keçirib. Qeyd edək ki, proqram aprelin 30-na dək davam edəcək. Ay ərzində beynəlxalq sertifikatlı təlim keçmə hüququna malik mütəxəssislər tərəfindən sertifikatlı təlimlər veriləcək. Həmçinin Muxtar Respublikada fəaliyyət göstərən qurumların nümayəndələri də ödənişsiz olaraq təlimlərdə iştirak edə biləcəklər. Təlimçilərimizin hər biri beynəlxalq sertifikatlı təlim keçirmə hüququna malikdir. Onlar dünyanın ən qabaqcıl öz sahələrində sertifikatlarını alıblar və inanırıq ki, Naxçıvan Dövlət Universitetindəki çoxşərxəli kadr hazırlığında bu əcnəbi professorların təlimlərinin mühüm əhəmiyyəti olacaqdır. Təlim müddətində eyni zamanda təlimlərlə yanaşı dəvət olunmuş professorlarımız Naxçıvan Dövlət Universitetinin tələbələri üçün master-klasslar və ustad dərslər keçəcəklər, mühazirələr oxuyacaqlar və inanırıq ki, bu təlim aylığında, aprel ayında bizim tələbə və müəllimlərimiz Muxtar Respublikamızın digər dövlət qurumlarında çalışan bizim iştirakçılar təlimin mövzusundan faydalanacaqlar. Bu istiqamətdə mən dəvətimizi qəbul edib universitetimizə gələn bütün təlimçilərə təşəkkürümü bildirirəm, iştirakçılara uğurlar arzulayıram. Üniversitenin vizyonunu gösteren bir şey. Dolayısıyla son derece olumlu. Yani bir de bunları yapmayabilirdi. Yapmasaydı hiç kimse niye yapılmıyor demezdi. Bunlar üniversitenin vizyonunu gösteren çok iyi şeyler. Yani işte bu çocuklar insanlarla tanışıyor, fikir alışverişinde bulunuyor. İleride onların yanına gidip staj görme ihtimalleri var. İyi bir şeydir yani insanlarla ilişki kurmak iyi bir şeydir. Artı Nahçıvan'ı dünyaya tanıtmak için de iyi bir fırsat bu. Dolayısıyla çok olumlu buluyorum ben. Kifayət Mahmudova, Tərlan İbrahimova, İlqar Məmmədov, NTV Xəbər.